Allah bir çoxlarına neymətlər yazır, amma şərt də qoyur, haşiyə vurur. Haşiyə bundan ibarətdir ki, bu neyməti yazdım, amma dua eləsə verin, istəsə verin. İstəmək müqəddəratın şərtinə çevrilir. Allah təyin edir, amma şərt qoyur ki, dua etsə bu neymətləri ona yetirin, bu neymətləri ona verin. Neymətləri əldə eləməyin ən əsas yollarından biri dua eləməkdir. Dua ilə biz Allahın neymətlərini özümüzə cəlb eləyə bilirik. Bilirsiniz, niyə bəzi neymətlər bizə tərəf üz gətirmir? Sadə səbəbi var. Çünki biz dua etmirik, istəmirik. Dua ancaq problemli insanlar üçün deyil, çətinlikdə olan insanlar üçün deyil. Dua ibadətin məğzidir, dua bəndəliyin həqiqətidir. Dualarla çox məsələlərimizi həll edə bilərik. Dua fəaliyyətin əvəzini vermir. Yəni, dua fəaliyyətin yerini tutmur. İşləmək, çalışmaq, addım atmaq öz yerində. Amma bunu da bilmək lazımdır ki, mən nə edirəmsə eləyim, iş Allahın əlindədir. Bax, bu sadə həqiqətə biz inana bilmirik. İş Allahın əlindədir. Sənin çalışmağın bəhanədir, sənin getməyin bəhanədir. Onlar hamısı bəhanədir. Elə, çalış, oturma, amma öz çalışmağına yox, Allaha söykən. Ehtiyacı Allaha izhar elə. Allah da hər şeyə